Ruh niyə ağrıyır? Ona görə ki, insan, hər bir insan doğulanda ruh gəlir insanla bir yerdə. Və bir yerdə gələndə onun məqsədi var. Onu xoşbəxt eləyən məqamlar var. Və o ruh, o xoşbəxt məqamları yaşamayanda başlayır ağrımağa. Sıxılır. Sıxıldım. 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 Həm də ruh deyilən şey, mən belə deyərdim də, bu bizim insanın akkumulatorudur, adaptorudur. Necə onu istəyirsiniz, elə də biz bunu adlandıraq. Amma bu işdir necə? Bu işdir ancaq kainatla. Ruhumuz ancaq kainatla işləyir. Bəli. Ruh qidalanır ancaq kainatla. Zaryadkanı buradan alır. O elə bir ki, bax bu dəqiqə müxtəlif, bax bu telefondur da, sadə bir telefondur. Bu da bizim bu adaptoru qoşulduğumuz yer. Baxın, bax bu telefonu mən bu dəqiqə bu adaptora qoşmasam, o sönəcək, düzdürmü? Bəli. Yəni adaptor daima üstündə qalanda, bu daima 100%-dir, düzdür? Bu sadə bir şeydir. Baxın, bu qoşulanda, bu adaptor olanda kainat yox, amma insan, yəni siz sevgini, qidanı sevdiyiniz insandan istəsiz almağa, siz sıxılacaqsınız, siz sönəcəksiniz. Ona görə ki, həyatda belə bir insan yoxdur ki, daimi o enerjini sizə versin. O mümkün deyil. Yəni mümkünsüz bir vəziyyətdir. Baxın, sadəcə də gəlin ən belə tanınmış şeylərdən danışaq. Leyli Məcnun. Yəni burada böyük sevgi idi, düzdürmü? Düzdür. Leyli sevirdi Məcnunu, Məcnun da Leylini. Axırı nə oldu? Facia. Özü də qısa müddətdə bu faciə olur. Götürür ayrı bir məqamı, Romeo Julietta. Axırı nə oldu? Eyni qayda. Məhv oldular. Bəli, bəli. Niyə? Ona görə ki, insan insana o enerjini verə bilməz. Bu mümkünsüzdür. Burada partlayış olacaq. Bu iki tərəf sevgi olduğu zaman olur. Amma bir tərəf sevgi oldu, yəni ki, qadın kişini sevirsə, o kişi geri dönüş eləmirsə, yaxud kişi xeylağı qadını sevirsə, o qadın ona geri dönüş eləmirsə, burada bir tərəfli məhv olma olur. Aha. Və burada sırf biz indi danışırdıq qadın kişi sevgisindən. Amma bu tək qadın kişi sevgisi ola bilməz. Məsələn, biz sevə bilərik atamızı, bu sevgi, atam olmasa, atam ölsə ölərəm. Bəli, çoxdur. Hə, anam təsəvvür. Anam bir şey olsa, mən heç təsəvvür eləmirəm öz həyatımı. O sevgidən aciz olduğu zaman qadın deyir, yaşım keçdi, da neyniyim, ailə qurum. Sevgini başlayır verməyə evladına və dəqiqə başı deyir ki, balama bir şey olsa ölərəm. Yəni burada qətiyyən olmaz, belə bağlanmağa hansısa insana. Burada insan məhv olunacaq. Yəni ki, məsələn, qadın evladına, əsasən qadın oğlan uşağına bağlananda, yəni ki, yoldaşından o sevgini görməyəndə, qadın çox vaxtı sevgini verir öz oğluna. Kişilərdə də kişi qadından sevgi, ay mənim qızım, ay mənim anam, hə, bax belə kimi şeylər. Və bu iki tərəfli bu vəziyyət yarananda qadın bağlayır oğlunu, kişi isə bağlayır qızını, hər tərəfli bəxtini də, hər bir şeyi. Yəni burada əməlli başlı başlayır faciə. Niyə? Burada həmin o oğlan, yəni qadın göstərsə belə, göstərməsə belə sevgini verir oğluna, bağrına basır, öpür, iyniyir, qeyri-adi enerji alır o uşaqdan. Amma o uşaq böyüyür artıq və böyüyəndən sonra belə uşaqlar hətta evlənəndə çox vaxtı orada boşanmalar olur. Bir arvad alır, iki arvad alır, üç arvad alır. Yaxud o qadın, o qadın orada faciə, yəni ki, o evlilik faciəli evlilik olur. Niyə? Artıq anası onu bağlayıb.
Rada xanım, onda o şuuraltı olur. Qadın bilmədən. İnansın çoxsu qadınlar kim ki bu yaşda gəlib və həqiqətən dərk edib qadınlar və mən ona deyəndə ki, sən faciə etmisən, onlar ağlayırlar. Heç bir ana balasına bədbaxt eləmək istəmir. Amma Allah Taala elə bir gəlin qabağına çıxardır ki, onun oğludur, huzur tapa bilmir o qadından. O bağlanır. Hər bir qadında anasının əlamətlərini, bu mənim anam kimi deyil, bu o deyil, bu o deyil, bu o deyil. Bəli. Anası kimi ola da bilməz. Bəli, heç kəs olmayacaq zaten. Heç kəs, yəni ki, ananın ana yeri var, yoldaşının yoldaş yeri var. Həmçinin də kişi qıza bağlananda. Hətta məndə bir ailə var idi. O ailədə ata bağlanmışdı qızına, ana isə bağlanmışdı oğluna. Və ikisi də bədbaxt olmuşdu. Faciəli şəkildə. Yəni burada nə baş verir? Mən yenə də deyirəm, bu faciəni saxlamaq üçün hər bir insan başa düşməlidir ki, biz enerjini alırıq kainatdan. Kainat, məsələn, elektrik cihaz. Bax, burada bu dəqiqə işıq yanır, düzdürmü? Bu hara qoşulub? Elektrikə. Və bu yanmayacaq, ora qoşulmasa. Həmçinin insan. İradə xanım, belə bir sual yaranır. Onda insan sevməsin? Bir dəqiqə. Ona çatıram. İnsan birinci bağlanmalıdır kainata. Yəni sevgini verməlidir Allaha. O deyir, içində Allahı saxla. Və sonra o sevgini verməlidir özünə. Özünü o çox vaxtı anaları, özüm eybi yoxdur uşağıma, özüm eybi yoxdur, mən sonra uşağa. Mən həyatımı qurban elədim uşağa. Özümdən keçdim sizə görə. Faciə. Sonra o uşaq evlənir, yaxud əri gedir. Burnundan gəlsin sənə verdiyim, yəni ki, eşitdiyiniz. Niyə? Ona görə ki, artıq burada ana gözləyir geri dönüşü. Geri dönüş mümkün deyil.